Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məştağı Kirov dairəsi və 128 nömrəli məktəb ərazisində ev istəyən dəyərli izləyicilərimiz. Bax, sırf siz istədiyiniz üçün biz də çalışırıq sizlərə tapaq, belə deyək, xidmət edək. Məştağa 128 nömrəli məktəb və Kirov dairəsinə yaxın bir ərazidə şəxsi tikili, yerdən ən azı 4 daş güclü, bax belə bir həyət evimiz çıxıb şəxsi tikili qeyd etdiyimiz sənəd köhnə bələdiyyədir və kommunallarına qədər var. İnşallah həyətin və evin təqdimatını edək sizlərə. Sonra evin içərisinin təqdimatını sizlərə təqdim edəcək. Və onu da nəzərinizə çatdıraq ki, bu qiymətə də ev yoxdur. Evin qiyməti endirilib, düşüb, belə deyək, 52 mindən 48 min manat. Reallıq olarsa, yəqin ki, cüzi endirim olar, ya da ki, olmaz. O ev yesinə inşallah izləyicilərimiz danışacaqlar. Həyətində giriş hissəsini sizlərə təqdim edək, fikir verin. Rahat bir şəkildə həyətə maşın daxil olur. 2 otaq, bir mətbəxdən ibarətdir. Və evin arxa hissəsində sizlərə təqdim edək. Və sonra keçirik inşallah evin içəri hissəsinin təqdimatına. Evin arxa hissəsində göstərir, kombi və pitiminustkasına qədər var. Və keçirik evin içəri inşallah. Təqdimatına kombiyə qədər var, yəni kombisinə qədər var. Bir də təkrar giriş hissəsini sizlərə göstərək. Tam təmirlidir, bir yaşa yəni. Burada bir otaqdır gördüyünüz kimi. Əşya da indi nə varsa onlar da qalacaq, yəni əşya götürülmür. Yataq hissəsidir. Mətbəx hissəsində sizlərə təqdim edək. Mətbəxi də kiçik mətbəx deyil, indi kim istəsə yerini də dəyişə bilər, ya kim istəsə qala da bilər. Zaten xanımlarımız mətbəxi biraz böyük istəyirlər. Bu mətbəx hissəsidir. Hətta otaqların özünə və bu foyer hissəsi, burada da radiatora qədər var, fikir verin. Və sanuzel hissəsini sizlərə təqdim edək. Gördüyünüz kimi sanuzel kommunallarına qədər var, yəni bir yaşa evdir. Qeyd etdiyimiz kimi də qiymət endirilib 52 mindən 48 min.